Salam, hər vaxtınız xeyir. Bu video insan resursları sahəsində yeni işə başlayan və bu sahədə ixtisaslaşanlar üçündür. Hansını ki maraqlandırır, əmək qanunvericiliyini necə effektiv şəkildə öyrənə bilərəm. Əlbəttə, ilk növbədə əmək məcəlləsini oxuyub mənimsəməlisiniz. Mən sizə böyük əksəriyyət tərəfindən edilən 3 yanlışdan bəhs edəcəm. Birincisi, əmək məcəlləsini oxumuram, mən kommentariyanı oxumağı ondan üstün bilirəm. Bəziləri işi daha da asanlaşdırmaq niyyəti ilə əmək məcəlləsinin özünü mütaliə etmədən məcəllənin şərhindən oxumağa başlayırlar. Yanlış qərardır. Niyə əsaslandırım? Əgər birbaşa məcəlləni oxumadan şərhə əsaslansaz, qanunun mahiyyətini düzgün başa düşməyə bilərsiniz. Kommentariya müəyyən müəlliflər tərəfindən yazılır və onların fikirləri, təcrübələri və hüquqi yanaşmaları fərqli ola bilər. Bu da sizi qərəzli və birtərəfli baxış bucağı ilə məhdudlaşdıra bilər. Əgər siz qanunun mətnini oxumadan yalnız kommentariyaya əsaslansaz, hüquqi məqamları səhv anlaya və tətbiq edə bilərsiniz. Mən demirəm ki, kommentariyanı oxumayın, əksinə oxuyun, amma qanunvericiliyi özünüz tam mənimsədikdən sonra. Kommentariyanı oxuyanda kritik düşüncənizi aktiv saxlayın. Bu yanaşma sizə obyektiv və daha geniş perspektivdən düşünməyə kömək edəcək. Əmək məcəlləsini oxuyanda da innovativ olmağa çalışın. Oxumadan əvvəl sizə bir ipucu verim. Özünüzə sual verin. Qanunvericilikdə dəyişiklik səlahiyyəti mənə verilsəydi, nəyə dəyişərdim? Məsələn, nümunə gətirim. Əmək məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndində belə bir ifadə keçirdi. Başqa işə götürənlə əmək müqaviləsi bağladıqda. Hansı ki, həmişə məndə kognitiv dissonans yaradırdı. Həmişə düşünürdüm ki, görəsən nə vaxt dəyişiklik olacaq və nihayət oldu. Başqa bir nümunə, əvvəl çalışdığım işdə bir xanıma məzuniyyət verəndə çox məyus olurdu. Onun 2 əlilliyi olan uşağı var idi. Ona 5 gün əlavə məzuniyyət düşürdü. Düşünürdüm, hələ indi də bu şəkildə düşünməyə davam edirəm ki, heç olmasa hər uşaq üçün 5 gün olmalıdır. Çünki onların daha çox sevgi və qayğıya ehtiyacı var. Və yeri gəlmişkən, əmək məcəlləsində əlil sözünün əlilliyi olan sözü ilə əvəz olunmasındakı üslubdakı fərqi hiss edə bilirsiniz. Əmək məcəlləsini e-qanun.az saytından rahatlıqla mütaliə edə bilərsiniz. Əgər yox, kitabdan oxumaq istəyirsinizsə, aldığınız kitabın nəşriyyatı ilə maraqlanın ki, etibarlı olsun. Niyə görə belə deyirəm? Bir dəfə təlim keçirəm. Əmək məcəlləsinin 77-ci maddəsini izah edirəm. Bir nəfər təlim iştirakçısı mənə yaxınlaşıb əmək məcəlləsini göstərir və deyir, axı siz bizə heç staj barədə məlumat vermirsiniz. Məsələ onda idi ki, gələn il qüvvəyə minəcək dəyişikliklər cari ildəki nəşrdə çap olunmuşdu ki, bu da yanlışdır əlbəttə. İkinci yanlış yanaşma. Heç nə oxumayım, onsuz da kursa gedib orada öyrənəcəm. Siz kursa getməmişdən əvvəl əmək qanunvericiliyi ilə bağlı kifayət qədər məlumatlı olmalısınız ki, sizə qaranlıq qalan məqamları təlimçidən soruşasınız. Yoxsa təlimə gedim, onsuz da orada mənə hər şey öyrədəcəklər, bu mifdir. Və öyrəndiklərinizi möhkəmlətmək üçün mütləq şəkildə tətbiq edib, səhvlərdən nəticə çıxararaq mütəmadi öz üzərinizdə işləməlisiniz. Üçüncü məsələ. Hal-hazırda bu klişe cümləni çox eşidirəm. Əmək məcəlləsində belə bir şey yoxdur. Çox uzağa getməyəcəm. Hələ əmək məcəlləsinin 1-ci maddəsində əmək məcəlləsi sanki sizə çağırış edir ki, təkcə məni oxumayın. Azərbaycan Respublikasının əmək qanunvericiliyi sistemində daxil olan normativ hüquqi aktlar. Azərbaycan Respublikasının əmək qanunvericiliyi sistemi bu məcəllədən, yəni əmək məcəlləsindən, Azərbaycan Respublikasının müvafiq qanunlarından, müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyəti çərçivəsində qəbul etdiyi normativ hüquqi aktlardan, əmək, sosial-iqtisadi məsələlərlə əlaqədar Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir, yəni konvensiyalardan. Mən sizə nümunə gətirəcəm. İndi siz necə əmək məcəlləsini mükəmməl öyrənib yanlış qərarlar verə bilərsiniz. Məsələn, tutaq ki, siz işçi işə qəbul edirsiniz və işçi sizə müvafiq sənəd təqdim edərək Çernobil qəzası nəticəsində əlilliyi olduğunu bildirir. Siz də axı məcəlləni yaxşı bilirsiniz. Əminsiniz ki, orqanizmin funksiyalarının 61-100% pozulmasına görə əlilliyi müəyyən edilmiş işçilər 36 saatdan çox işləyə bilməz və özünüzdən əmin şəkildə bu maddəyə istinad etmiş olursunuz. Sizcə siz düzgün qərar vermiş olursunuz? Xeyr. Çünki Çernobil qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının qanununun 6-cı maddəsinin 8-ci bəndində qeyd olunub ki, 5 günlük iş həftəsində
tam iş gününün haqqını almaqla 6 saatlıq iş günü müəyyən edilməsi. Bununla əlaqədar olduqca çox nümunə gətirmək olar. Siz də öz nümunələrinizi şərhdə qeyd edə bilərsiniz. Bugünlük bu qədər. Özünüzə yaxşı baxın. Gələn videoda görüşənədək.